Heç bir TED çıxışına baxıb özünüzə sual vermisiniz ki, vay bə, bunu necə bacarırlar? Yaxşı bir təqdimatı həqiqətən də unudulmaz edən o sir nədir? Bugün gəlin bu kodu birlikdə sındıraq. Carmina Gallo'nun yüzlərlə ən yaxşı TED çıxışını analiz etməsinə əsaslanaraq, sizin də fikirlərinizi parıldadacaq sirlərin pərdə arxasına baxacağıq. Baxın, bu cümlə əslində hər şeyin mərkəzində dayanır. İndiki səsküylü, məlumatla dolu dünyamızda fərqi yaradan təkcə yaxşı ideyaya sahib olmaq deyil. Yox, əsl güc o ideyanı aydın, təsirli və inandırıcı şəkildə çatdırmaq bacarığındadır. Bu əsl $1 milyon sualdır, elə deyilmi? Yəni, bu qədər səsküyün işində sənin səsin necə eşidilsin, necə seçilmək olar? Xoşbəxtlikdən bunun bir yolu, bir düsturu var və o düsturu kapmaq üçün biz təqdimat sənətini, demək olar ki, mükəmməlləşdirən qlobal bir fenomena nəzər salmalıyıq. Əlbəttə ki, mən TED-dən danışıram. Bu 3 hərf, texnologiya, əyləncə və dizayn sadəcə bir konferans adı deyil. Bu, ideyaların paylaşılma tərzində inqilab edən və bütün dünyanı əhatə edən bir hərəkatın adıdır. Gəlin bir anlıq bu rəqəmə fokuslanaq. 1 milyard. Hələ 2012-ci ildə TED çıxışları artıq bu qədər izlənmişdi. Bu, sadəcə bir statistika deyil. Yox, bu, bizim, yəni bəşəriyyətin yaxşı təqdim edilən mənalı ideyalara necə böyük bir acılıq duyduğunun sübutudur. TED-in hekayəsi əslində inanılmaz bir transformasiya hekayəsidir. Təsəvvür edin, kiçik, çox az adamın qatıla bildiyi eksklüziv bir tədbirdən yayılmağa dəyər fikirləri hər kəs üçün dünyanın hər yerində əlçatan edən qlobal bir platformaya çevrilib. Bu həqiqətən də möhtəşəmdir. Və müəllif Carmina Gallo məhz bunu edib. O sanki bir detektiv kimi yüzlərlə belə çıxışı araşdırıb və nə kəşf edib bilirsinizmi? Pərdə arxasında fərqli mövzulara, fərqli spikerlərə baxmayaraq, uğurlu çıxışların hamısının DNT-sində eyni bir gizli resept gizlənirmiş. Və budur o sehirli formulun əsası. Hər şey, amma hər şey bu 3 təməl sütuna bağlıdır. İndiyə qədər sizi təsirləndirən hər bir çıxış məhz bu 3 prinsip üzərində qurulub. Gəlin bir anlıq indiyə qədər sizi ən çox təsirləndirən çıxışı yadınıza salın. Mən əminəm ki, həmin çıxış bu 3 şey etmişdi. Birincisi, birbaşa ürəyinizə toxunmuşdu. İkincisi, zehninizə açmış və sizə vay bə, bunu heç düşünməmişdim dedirtmişdi. Və üçüncüsü, elə bir şəkildə təqdim olunmuşdu ki, onu unutmaq demək olar ki, mümkün deyil. İndi gəlin bu sütunların hər birinə ayrı-ayrılıqda baxaq. Amma hər şeyin başlanğıcından, yəni o mühərriki işə salan qığılcımdan başlamalıyıq. Bu, saf, süzülməmiş ehtirasdır. Məsələn, gəlin paralimpiyatçı Amy Mullins'in inanılmaz hekayəsinə baxaq. Uşaq ikən hər iki ayağını itirib. Amma o TED səhnəsinə çıxıb əlillikdən şikayətlənmədi. Əksinə, o dedi ki, mənim bir yox, onlarla gözəl dizayn edilmiş protez ayağım var. Onların sayəsində boyumu, stilimi, hətta qaçış bacarığımı belə dəyişə bilirəm. Yəni, o öz əngəlini bir super gücə çevirmişdi. Görürsünüzmü? Əsas məsələ də budur. Amy'nin ehtirası protezlərə deyil, insan potensialının sərhədsizliyinə olan inancıdır. Eynilə, Starbucks üçün də Howard Schultz'un ehtirası heç vaxt sadəcə qəhvə olmayıb. Məsələ, insanlar üçün üçüncü bir məkan, bir icma yaratmaq idi. Yəni, əsl ehtiras həmişə məhsuldan daha böyük bir məqsədə xidmət edir. Və bilin ki, bu sadəcə şirin bir hekayə deyil. Bunun arxasında ciddi bir elm dayanır. Nevrologiya sübut edir ki, ehtiras sözün əsl mənasında yoluxucudur. Sizin enerjiniz, sizin həyəcanınız birbaşa sizi dinləyən insanların beyninə və bədəninə təsir edir. Alimlər hətta buna bir ad da qoyublar, sahibkarlıq ehtirası. Amma gəlin bu mürəkkəb adı bir kənara qoyaq. Sadə dildə bu nə deməkdir? Bu o deməkdir ki, danışdığınız mövzu sizin üçün sadəcə bir iş deyil, sizin kimliyinizin ayrılmaz bir parçasıdır. O, sizi hərəkətə gətirən qüvvədir. Elm bir mənalı olaraq bunu deyir. Siz həqiqi bir ehtirasla danışanda dinləyiciləriniz bunu hiss edir. Sizin enerjiniz sanki onların sinir sisteminə ötürülür. Bu da onları daha pozitiv, daha həvəsli və sizin mesajınıza qarşı daha açıq edir. Hətta investorlar belə təhsildən çox təsisçinin gözlərindəki o qığılcımı, o ehtirası axtarırlar. Yaxşı, bu qədər hekayə, bu qədər elmi fakt.
Bəs bütün bunlar sizin üçün nə deməkdir? Bütün bunları öz həyatınıza, öz təqdimatlarınıza necə tətbiq edə bilərsiniz? Bəlkə də bu fikri heç kim Steve Jobs qədər mükəmməl ifadə etməyib. Onun o məşhur Stanford çıxışını xatırlayın. Gördüyünüz işi həqiqətən dəlicəsinə sevməsəniz, böyük bir şey yaratmaq mümkün deyil. Çünki işinizi sevəndə heç kimi inandırmağa ehtiyac qalmır. Sizin ehtirasınız onsuz da bu işi sizin yerinizə görür. Odur ki, növbəti dəfə bir təqdimat hazırlamazdan əvvəl, bircə slayd belə açmamışdan öncə bir anlıq dayanın, bütün rəqəmləri, faktları unudun və özünüzə bu bircə sualı verin. Mənim qəlbimi nə coşdurur? O cavabı tapın. Çünki sizin təqdimatınızın ürəyi, ruhu, ən vacib hissəsi məhz o cavabda gizlidir. Əsl ilham mənbəyi bax elə budur.